Hoş gördük herkesi. Kardeş, bir dənə ev tapmışam. Bu nədir belə? Möhtəşəm. Allah hər birimizə belə evdə yaşamağı nəsib eləsin. Şuvalandayıq, dəyərli izləyicilərimiz. Şuvalanda, Şuvalan Parkın yaxınlığında ana yoldan 100 metrlik məsafədə yerləşən 7 sotun içində olan bu evi satışa çıxartdıq. Burada 200 dənə maşın rahatlıqla saxlaya biləcəyimiz qarajı, mangalı, mangalın yanı, həm də qeyri-adi bir mangalda o. Kifayət qədər yaşıllığı, evə heç bir şey gətirmə. Videoya diqqətlə baxın. Bir dənə şəxsi paltarlarınızı götürüb gəlirsiniz, bu evdə yaşayırsınız. Sənədləri tam qaydasındadır, ipotekaya yararlıdır. Burada söhbətgahı qış vaxtı da, yay vaxtı da rahatlıqla əyləşə bilərsiniz. Orada da bir dənə sanitar qovşağı da var. Hətta burada da mətbəxdə də qab, yuyan falan hər bir şey qoyulub. Orada bir dənə qəşəng şlankı var. Buna bax. Adam burada qocalar. Vallahi adam burada qocalmaz. 11 metr uzunluğunda, 4 metr enində hovuzu. Burada da stol stulubu qoyursan həyətdə. Yiyib içirsən, tullansan suya. Gəl gedək, indi evin içini göstərim sana. Maşallah, maşallah. Seyf qapı. Öz oxu ətrafında fırlanan qapısı. Gəl, 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 gəl. Bir dənə bu gözəlliyə bax. 360 tavan, siqnalizasiya sistemi, nə bileyim, Wi-Fi, kamera sistemi, hər bir şey hazırdır. Ev sadəcə olaraq sizi gözləyir, səni gözləyir. Bir də nə? Onu sonra deyərəm. Evi deyərəm, onu sonra deyərəm. Burada mətbəx, mətbəxdə də hər bir avadanlıq qoyulub, texniki əşyalar hamısı var, heç bir şey gətirməyə və yaxud da almağa ehtiyacımız yoxdur. Bir şeyə fikir verdim, bir dənə paltar qurudan yoxdur. Onun da ev sahibi deyir ki, onu alıb qoyacaq inşallah, hər kimə nəsib olacaqsa. Evin arxa tərəfində kombi sistemi var. Bunu qaldıraq yuxarı. Gəldik. Burada bir yataq otağı. Pəncərələrini göstərmək istəyirəm sizlərə. Böyüklüyünü görəsiniz. Gördüyünüz kimi böyük pəncərələrdir. Burada divarda dolabı. Qapıların hündürlüyünə fikir verin. Mən bu qapını bağlayacağım. Bir dənə baxın. Normalda qapı 2.60'dır, amma tavana kimi gedir. 3.60 gedir. Burada ümumi sanitar qovşağı. Otel komfortu yaradıblar burada. Gəl. Yataq otağına bax. Televizoruna kimi, kondisionerləri, hər bir şey hazırdır. Hələ bu otağa bax. Gəl bağlayayım, sən gəl, belə gəl. Ay sağ ol. Kameramız güzgüdə düşməsin. Bəli, gəldik bu yataq otağına da. Burada da bir dənə sanitar qovşağı var. Yataq otağının. Dolabını görürsünüz. Nə boyda maşallah böyük bir dənə dolabı var. Bizim xanımların ən yaralı yeri. Və gəlirik evin sonuncu, 4-cü yataq otağına. Dediyim kimi evə heç bir şey, bir dənə şəxsi əşyalarınızı götürüb gələcəksiniz. 260 kvadratdır bu ev. Həyət 7 sotdur. Qiymət 700.000 manatdır. Burada da dolabı və özünün sanitar qovşağı. Allah hər birimizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Amin, amin. Hamımıza, hamımıza gözəl yaşayaq. Demək, kommunal xəttləri ümumiyyətlə mən sizin hər kəsə deyirəm, bizim çəkdiyimiz evlərdə bütün sənədlər qaydasındadır. Yəni biz sənədsiz ev satmırıq. Kommunal xəttləri var, şükür Allaha, bizim bütün bölgələrimizdə qaz da var, su da var, işıq da var. Bu da problem yoxdur. Hər bir şey var, sənədlər də qaydasında.
Bir dənə nə lazımdır? Müştəri. Yaxşı bir dənə müştəri. Sizi gözləyirik. 700 min manat start dedim bu evə. İnşallah sizlərə nəsib olar. Özünüzdən müğayət olun. Allah ömrünüzü uzun eləsin. Cibinizi də həmişə dolu eləsin. Sağ olun.